Xaçmaz rayon 2 saylı Körpələr evi uşaq bağçasının direktoru Həmail İskəndərova ilə bağlı ciddi iddialar gündəmdə qalmaqda davam edir. Bağçada qida çatışmazlığı, mənimsəmə və digər qanun pozuntuları ilə bağlı faktların ortaya çıxmasına baxmayaraq, məsul şəxsin bugünədək hər hansı ciddi məsuliyyətə cəlb olunmaması suallar doğurur. İddialara görə müəssisədə baş verən pozuntularla bağlı müəyyən araşdırmalar aparılsa da, nəticələrin hüquqi müstəviyə çıxarılması müxtəlif səbəblərdən mümkün olmayıb. Məlumatlarda qeyd olunur ki, bu prosesdə görünməyən təsir mexanizmləri rol oynayıb və məsələ hüquq mühafizə orqanları səviyyəsində ört-basdır edilib. Məsələnin diqqət çəkən tərəflərindən biri də Həmail İskəndərovanın sabiq regional maliyyə idarəsinin rəisi Nizami Həsənovun bacısı olması ilə bağlıdır. İddialara görə məhz bu qohumluq əlaqələri uzun müddət onun fəaliyyətinə göz yumulmasına şərait yaradıb. Maraqlıdır ki, Nizami Həsənov artıq vəzifədə olmasa da, direktorun hələ də müəyyən dairələr tərəfindən qorunduğu bildirilir. Fikrət Heybətovun isə uzun müddət direktorun fəaliyyətinə dəstək verən şəxslərdən biri olduğu iddia edilir. Cəmiyyəti düşündürən suallar isə açıq qalır. Bağçada baş verən qanun pozuntuları niyə tam araşdırılmır? Kimlər və hansı maraqlar bu məsələnin üstünün örtülməsində rol oynayır? Uşaqların qidalanması və rifahı ilə bağlı problemlərə kim cavabdehlik daşıyır? Mövzu ilə bağlı aidiyyətli qurumların rəsmi mövqeyi isə hələ ki açıqlanmayıb. Bir müddət əvvəl mediada bu məsələ ilə bağlı xəbərlər yayılsa da, təəssüf hissi ilə qeyd olunur ki, bağça müdrəsinin cəzasız qalmasında yenə də Fikrət Heybətov amilinin rol oynadığı iddia edilir. Məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, Həmail İskəndərova qardaşı Nizami Həsənovun vəzifədə olduğu dönəmdə ən yaxın münasibətdə olan şəxslərdən biri məhz Fikrət Heybətov olub. Elə Nizami Həsənovun qaldızının işdən çıxarılması prosesində də Fikrət Heybətovun rolunu danmaq olmaz. Qeyd edək ki, redaksiyamıza təqdim edilən sənəddə Fikrət Heybətov qeyd edir ki, səhv bizimdir, çalışacağıq, səhvimizi düzəldək. İddialara görə səhvi düzəltmək üçün ilk növbədə Nizami Həsənovun baldızının 9 nömrə məktəb rəhbərliyindən uzaqlaşdırılması istiqamətində addımlar atılıb. 10 mart 2023 tarixli izahatı olduğu kimi təqdim edirik. 2022-2023-cü tədris ilinin əvvəlində Xaçmaz şəhəri 9 nömrə tam orta məktəbdə oxuyan şagirdlərin valideynləri tərəfindən məktəbdə təsərrüfat müdiri işləyən Şöhrət Rəhimov tərəfindən onlara qarşı kobud rəftar edilməsi barədə şikayət etmişdilər. Bununla bağlı məktəbdə təhsil sektorunun əməkdaşları ilə araşdırmalar aparılmışdır. Nəticədə məlum olmuşdur ki, məktəbin işçiləri tərəfindən valideynlərlə münasibətlərdə etik davranış qaydalarına əməl olunmur. Bu barədə məktəbin pedaqoji və texniki işçiləri ilə söhbətlər aparılmış, bir daha belə hallar baş verməməsi onların nəzərinə çatdırılmışdır. Tədris ilinin əvvəlində müəllimlərin dərs bölgüsündə diaqnostik ballara görə dərslərin və yaranmış vakansiyalar üçün təqdimatların təhsil sektoruna təqdim olunmasını tələb etsək də, məktəbin direktoru Tünzala Salahova bilərəkdən qanunun tələblərini pozaraq vakansiyaları gizlətmişdir. Məktəbin sənədləşmə işlərində ciddi çatışmazlıqların olduğunu nəzərə alaraq, təhsil sektorunun əməkdaşları tərəfindən metodik köməklik göstərilmişdir. Lakin məktəbin direktoru vəzifə səlahiyyətlərinin icrasına səhlənkar formada yanaşmış, göstərilən tövsiyələri icra etməmişdir. Məktəbin direktoruna dəfələrlə məktəbkənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində işləyən Məcidova Ellada Vahab qızının şikayətlərini dinləmək və ədalətli qərar qəbul etmək tövsiyə olunsa da, o bu məsələdə bir tərəfli mövqe tutmuş, ədalətsiz qərarlar qəbul etmişdir. Qeyd olunan nöqsanların baş verməsinə səbəb bizim zəif nəzarət etməmiz olmuşdur. Bir daha belə hallar ümumtəhsil məktəblərində baş verməməsi üçün öz işimdə dönüş yaradacağıma söz verirəm. Kənar müdaxilə olmadan izahatı özüm yazdım, imzamla təsdiq edirəm. Daha sonra isə izahatda qeyd etdiyi kimi yüksəlişə doğru ilk addımlarını atdığı bildirilir. Belə ki, Fikrət Heybətov baş məsləhətçi vəzifəsindən Xaçmaz sektoruna müdir müavini təyin olunur. Onun müdir müavini vəzifəsinə gətirilməsində əvəzsiz xidməti olduğu deyilən İnqilab Musayevi özünə oğlu Əfsun Musayevi sürücü gətirməsi məsələsini əlaqələri olan jurnalistlərə ötürərək mediada böyük səs-küy yaradılmasına səbəb olan Fikrət Heybətovun daha sonra Xaçmaz təhsil sektoruna rəhbər əvəzi təyin olunaraq İnqilab Musayevi uğurla yola saldığı iddia edilir. Ardınca isə görünməyən əllərin dəstəyi ilə Fikrət Heybətovun Siyəzən təhsil sektoruna rəhbər təyin olunduğu bildirilir. İddialara görə Fikrət Heybətovun Nizami Həsənovla əlaqələri və Həmail İskəndərovanı qorumaq istiqamətində göstərdiyi fəaliyyət onun karyera yüksəlişində mühüm rol oynayıb. Lakin qeyd olunur ki, zaman keçdikcə həmin münasibətlərdə də qarşılıqlı narazılıqlar yaranıb. Məlumatlarda həmçinin iddia olunur ki, Fikrət Heybətov regional təhsil idarəsində insan resursları sektor müdiri olduğu dönəmdə də 2 nömrə bağça rəhbərinin qanun pozuntuları görə məsuliyyətdən yayınmasına yardım edib. Baku News olaraq qeyd edirik ki, yazıda yer alan bütün iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyətli qurumların və adı hallanan şəxslərin açıqlamalarını yayımlamağa hazır olduğumuzu bildiririk.